Eşitmişdim ki, Quranda bal arıları haqqında bir surə var. Ona görə də yoxlamalı oldum və bunu tapdım. 16-cı surə bal arısı adlanır. İslam bal arısına çox hörmət edir. Hətta onu öldürmək günah sayılır. Yaxşı, 3 xoşuma gələn şey. Birinci, o baldan danışır. Deyir ki, onların qarınlarından müxtəlif rənglərdə şərbət çıxır və bunda insanlar üçün şəfa var. Mən bunu sevdim ki, balın müxtəlif rəngləri qeyd edilir. Siz bilirsiniz ki, mən bunu çox sevirəm. Bal möcüzəvi bir qidadır. İkincisi, məncə ümumi mesaj budur ki, həyatını bal arısı kimi yaşamalısan. Çalışqan və fədakar ol, pətək sənin evin, koloniya isə sənin ailən olsun. Hər bir iş kiçik sayılmamalıdır. Hər kəs lazımlıdır. Məncə bu olduqca gözəl bir düşüncədir. Üçüncü məqam, məncə çox maraqlıdır. Quranın əsli ərəb dilində yazılıb. Ərəb dilində feillər kişi və qadın cinsinə görə dəyişir. Bal arısını təsvir etmək üçün istifadə olunan feillər, qurmaq, yemək, qida toplamaq, işləmək, hamısı qadın cinsindədir. Quran yazıldığı zaman arıların, işçi arıların, pətəyin əsasən dişilərdən ibarət olduğuna dair heç bir bilgi yox idi. Bir çox insanlar deyirlər ki, bu, onun Tanrı tərəfindən yazılmış ilhamlı bir kitab olduğunu anlaya biləcəyimiz kiçik bir işarədir, yoldur. Bilmirəm, dindar olun ya olmayın, bal arısı haqqında öyrənmək həmişə maraqlıdır.